Salam əziz dostlar. Polis Akademiyasına qəbulunla əlaqəli bir video paylaşmışdım. Həmin videonun şərh bölməsinə bir valideyn yazıb ki, mənim cüssəli, ağıllı övladım var və övladım Polis Akademiyasında oxumaq istəyir. Amma biz kasıbıq. Görəsən övladımı ora qəbul edərlər? Əziz valideyn və ya valideynlər, istəyirsiniz kasıb olun, istəyirsiniz varlı olun. Fərq etmir. Polis Akademiyasına qəbul şəffaf şəkildə keçirilir. Əgər sizin övladınız minimum şərtləri ödəyirsə, əlbəttə ki, Polis Akademiyasına qəbul ola bilər. Minimum şərtlər nədən ibarətdir? Gəlin biraz da onun haqqında danışın. Birincisi, övladınız Azərbaycan vətəndaşı olmalıdır. Minimum boyu 165 santim olmalıdır. Tam orta təhsilli olmalıdır və ya bu il 11 sinifdə oxumalıdır. Bununla yanaşı, övladınızın yaşı 16-18 yaş arası olmalıdır ki, Polis Akademiyasına sənədini verə bilsin. Bu dediyim şərtləri ödəyən Azərbaycan vətəndaşları öz sənədlərini 15 dekabr 2025 tarixindən 22 fevral 2026 tarixinə qədər hər gün, bazar günləri istisna olmaqla qeydiyyatda olduqları ərazi üzrə polis idarələrinə və şöbələrinə təqdim edə bilərlər. Bu dediyim minimum şərtləri ödəyən Azərbaycan vətəndaşları ərizə yazırlar və Polis Akademiyası tərəfindən abituriyent kimi tanınırlar. Bundan sonra həmin namizədlər Polis Akademiyası tərəfindən təşkil olunan fiziki normativlərə cəlb olunurlar. Bu fiziki normativlər nədən ibarətdir? 880 kiloqrama qədər olan namizədlər turnikdə 10 dəfə, 80 kiloqramdan yuxarı olan namizədlər 8 dəfə çəkinməlidirlər. Bundan əlavə 20 dəfə jim etməlidirlər, 20 dəfə uzanıb yerdən qalxmalıdırlar bu şəkildə və 100 metr məsafəni 15 saniyədə, 1000 metr məsafəni isə 4 dəqiqədə qaçmalıdırlar. Bundan sonra həmin namizədlər həkim komissiyasına keçirlər. Bütün bu fiziki normativləri tamamlayırlarsa, həmin namizədlərin adları Dövlət İmtahan Mərkəzinə göndərilir. Amma fiziki normativlərin birini tamamlaya bilməyən və ya həkim rəyindən keçə bilməyən namizədlər keçilməmiş sayılırlar, yəni Polis Akademiyasına qəbul ola bilməyəcəklər. Və Dövlət İmtahan Mərkəzi də təyin olunmuş vaxtda və məkanda imtahan tərk edir. Və həmin imtahanla keçən namizədlər artıq Polis Akademiyasına qəbul olurlar. Demək, hüquqşünaslıq üzrə qəbul olmaq istəyən namizədlər, abituriyentlər, üçüncü qrup fənlər üzrə, informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul olmaq istəyən abituriyentlər isə birinci qrup fənlər üzrə imtahan verəcəklər.